Bəyəm Kərbəlaya bizə görə getmədi? Kərbəlaya nə üçün getdi? Allah onu göndərdi. Dedi ki, səs-söz çıxmaz ki, bəndələrim üçün tikə-tikə doğranasınız, ki, bəndələrim mənfəətə çatsın. Dedilər, xeyr. Mən sizdən soruşuram, Allah da bizə sevgisini necə sübut eləsin? Hüseynini qətligaha göndərib, bundan o yana nə sübut istəyirsiniz? Allah bizi sevdiyi üçün Hüseynini qətligaha göndərib. Mən bilmirəm, qiyamət günü biz o ilə görüşəndə nə hala qalacaq. Qiyamət günü hər şey bəlli olacaq ki, o sənin üçün bu qədər qurban verdi. Sən öz günüvə baxanda, mən özümə deyirəm, mən bilmirəm, digər adam bəlkə cəhənnəmə at İmam Hüseynlə üzbəüz dayanıb xəcalət çəkməyib, utanmayıb. Amma onlar razı olmursan cəhənnəmə gedəsən xəcalətdən. Onların qapısında imkan vermirlər ki, kimsə xəcalətdə olsun. Sevgisini bizə çatdırmaq üçün 6 aylıq uşağı qucağında oxlananda dedi, ilahi dözürəm, bunlara bəla vermə, mən dözərəm. Mən dözərəm, mən səbr edərəm. Tək qalıb meydanda fəryad edir. Bilmirəm, indi bəlkə oruc onun səsini eşidirsiniz siz. Əmamin müğisin yuğisuna. Bir nəfər yoxdur mu mənə pənah versin? Əslində demək istəyir ki, kim istəyir ona kömək eləyim mən? Kim istəyir onun əlindən tutum?